Kimyəvi formullar üzərində hesablamalar. İlk sualımız belədir. X2O üçün nisbi molekul kütləsini müəyyən edin. Oksidimizin formulunu yazırıq. Nisbi molekul kütlə, yəni MR-ni tapmağı bizdən istəyir. MR-in tapılma qaydasını yada salaq. Hər bir elementin indeksindəki rəqəmi öz ayırına nisbi atom kütləsinə vurub toplayırıq. Yəni, X nisbi atom kütləsi M-dir. X elementi məhsul element olduğu üçün M ilə işarə etməyi deyir. Oksigen isə nisbi atom kütləsi 16-dır. Bu zaman dediyimiz qaydaya əməl etsək 2-ni M-ə vururuq. 3-ü isə 16-ya vururuq. 48 edir. Deməli, X2O3 birləşməmizin nisbi molekul kütləsi 2M plus 48 imiş. Doğru cavab Y. Növbəti suala keçdik. Birləşməmizin formulu alüminium 2X3-dür. Əvvəlki məsələdən fərqli olaraq MR molyar kütlənin qiymətini verib 150-dir. İndi isə bizdən X-in nisbi atom kütləsini müəyyən etmək istəyir. Deməli, MR-in tapılması qaydasına əsasən bu birləşmə üçün MR-in ifadəsini tərtib edəcəyik. Alüminiumun nisbi atom kütləsi 27, X isə məhsul elementi olduğu üçün A ilə işarə edirik. Bu zaman MR-i tapsaq 2-ni 27-yə vururuq 54, 3-ü də A-ya vururuq 3A edir. Və bizə deyir ki, molyar kütlə 150-yə bərabərdir. O zaman bu ifadəni şərtə əsasən 150-yə bərabər edirik. Buradan hesabladığımız zaman 3-ə bərabər 96 edir. A-da bərabər 96 bölü 3, 32 edəcəkdir. Doğru cavabımız B variantı. Növbəti suala baxırıq. Bu sualda əvvəlki məsələ tipindədir. Sadəcə olaraq məsələnin şərtini cədvəl formasında verib. Birləşməmizin formulunu yazırıq. Və deyir, molyar kütləsi 148-ə bərabərdir. O zaman mən bu birləşmə üçün molyar kütlənin MR-in ifadəsini tərtib edirəm. Kalsiumun nisbi atom kütləsi 40, X isə məhsulla A ilə işarə edilmişdir. Bizdən elə X-in nisbi atom kütləsini tapmağı istəyir. Bu zaman MR-in ifadəsini yazdıqda 3-ü 40-a vururuq 120, 2-ni A-ya vururuq 2A edir. Və bizə deyir ki, molyar kütlə 148-dir. Bu cəbri cəmi 148-ə bərabər edir şərtə əsasən. 2A bərabər edir 28-ə, A da bərabərdir 14-ə. Doğru cavab A variantı olacaq. Növbəti sualda yine eyni tip məsələdir. Sadəcə əvvəl ayirlərindən birini istəyirdi. İndeks elementdə hər iki element məlumdur, məhsul elementi yoxdur. Sadəcə indeksləri məhsulla işarə edilib. Aha, bu birləşmə üçün o zaman MR-in ifadəsini tərtib edirəm. Karbonun nisbi atom kütləsi 12, hidrogen isə 1-dir. MR-in tapılma qaydasına əsasən indeksləri ayirlərinə vurub toplayıram. Karbon N-də 12-yə vuranda 12N, hidrogen 2N plus 2-də 1-ə vurduğum zaman 2N plus 2 edir. Bu cəbri cəm 14N plus 2 edəcəkdir. Və deyir, molyar kütlə 58-dir. 58-ə bərabər edirəm. 14N bərabər 56, N də bərabər 4 edir. Doğru cavabımız E variantı. Növbəti sualı keçid alırıq. 5-ci qrupun əsas yarım qrupunda yerləşən elementin baş oksidinin molyar kütləsi 142-dir. Əvvəlki məsələlərdə maddələrin formulları hazır verilmişdi. Bu məsələdə isə maddənin formulunu özümüz tərtib edirik şərtə əsasən. Bizə deyilir ki, hər hansı bir elementdir, məhsul bir X elementi olsun və oksiddir, yanına oksigen yazırıq. Və deyir, bu element 5-ci qrupun əsas yarım qrupunda yerləşir, yəni oksigenlə 5 valentli birləşmə mənə gətirib. Aha, X-in valentliyini 5 qəbul edirik şərtə əsasən. Oksigen isə sabit 2 valentli olduğu üçün 2 yazıram üzərinə. Valentliyə görə formulun tapılma qaydasına əsasən çarpaz gedirik. 2 bura, 5 bura gələcək. O zaman birləşməmizin formulunu tərtib etdiyimdə X2 O5 şəklində olacaq. Bu birləşmənin nisbi molekul kütləsinin ifadəsini tərtib etsək, X-in nisbi atom kütləsini bilmirik, hər hansı bir məhsulla A ilə işarə edirəm. Oksigen isə 16-dır. MR-in ifadəsini yazdıqda 2-ni A-ya vururam 2A, 5-i 16-ya vururam 80 edir və bu cəm şərtə əsasən 142-yə bərabər olmalıdır. 2A bərabər edəcək 62-yə, A da bərabərdir 31-ə. Doğru cavab E variantı olacaq. Növbəti məsələmizə baxırıq.
Yenə cədvəl şəklində verilib məsələmizi. X elementinin əmələ gətirdiyi oksidlərdə valentlik. Deməli, X oksigenlə 2 tip oksid əmələ gətirib. Birinci birləşmədə X 2 valentlik göstərir. İkinci birləşmədə isə X 3 valentlik göstərir. Aha, biz bilirik ki, oksigen də sabit 2-dir. O zaman birləşmənin formullarını tərtib etsək valentliyə əsasən, birinci birləşmədə ikisi də 2-2 olduğu üçün indeksi heç bir rəqəm yazılmır. Birləşmənin formulu X o olur. İkinci birləşmədə isə çarpaz getdikdə 2 bura, 3 bura gəlir. Birləşmənin formulu X2 O3 şəklində olur. Aha. Və bizə deyir ki, oksidlərin nisbi molekul kütlələri birinci oksidin A'dır nisbi molekul kütləsi, ikinci oksid isə A plus 84'dür. X'in nisbi atom kütləsini müəyyən edin deyir. O zaman hər iki oksid üçün də mən nisbi molekul kütlənin ifadəsini yazacağım. X'in nisbi atom kütləsini A qəbul etsəm, üzr istəyirəm, A qəbul etməyim. Məsələn, şərtində A var. X ilə qəbul edək, X qəbul edək. Oksigen də 16'dır. X qəbul etdik, oksigen də 16'dır. Aha, bu zaman nisbi molekul kütləni yazsaq, bu birləşmə üçün X plus 16 olacaq. Digər birləşmə üçün isə yazsaq 2X plus 48 olacaqdır. Aha, və bizə deyir ki, birinci oksidin nisbi molekul kütləsi A'dır. İkinci oksidin nisbi molekul kütləsi A plus 84'dür. Aha, qeyd etdik. Biz görürük ki, birinci ifadədən A neçəyə bərabərdir? X plus 16'ya. O zaman ikinci ifadədə A-nın yerinə X plus 16 əvəzləməsi aparsaq, tənlimimiz bu şəkildə olacaqdır. A-nın yerinə X plus 16 əvəzləməsi aparırıq. Aha. Buradan hesabladıqda 2X, X-i keçirdək bu tərəfə, minus X. O zaman 48 də bu tərəfə keçsə, edəcək 148. Buradan da 2X minus X-i hesabladıqda elə 2X edir. Düzmü yazdıq? Bizə dəqiqə. X plus 16 əvəzləməsi apardıq. 2X plus 48. 16 ilə 84 etdi 100. Aha, üzr istəyirəm. Burada 100 minus 48 olmalıdır. 100 minus 48 olacaq. Aha, burada da X qalmışdı. 2X-dən X-i çıxdıqda. Bu zaman bu da edəcək 52. Doğru cavabımız B variantı olacaq. Növbəti məsələyə baxırıq. Kalsium X2 birləşməsində 10 qram kalsium olduğunu bilərək X-in nisbi atom kütləsini müəyyən edin deyir. Aha, birləşməmiz kalsium X2-dir. Bu kalsium X2 birləşməsi 50 qramdır. 50 qram kalsium X2 birləşməsində 10 qram kalsium var deyir. X-in nisbi atom kütləsini müəyyən etmək istəyir. Aha, deməli tənasüb yazıram ki, 50 qram kalsium X2 birləşməsində neçə qram kalsium var? 10 qram. Aha, bu tip məsələlərdə nə edirik? Bu qram 50 qram kalsium X2-nin kütləsidir. Deməli, mən tənasübdə aşağı emer yazmalıyım. Yadda saxlayırıq ki, qram gördükdə aşağı emer yazırıq. Birləşmənin qramını görürüksə əgər. O zaman mən kalsium X2 birləşməsinin nisbi molekul kütləsini hesablayıram. Hesablasaq, kalsium 40'dır. X isə A ilə işarə etsək, bu zaman bizim nisbi molekul kütlənin ifadəsi 40 plus 2A şəklində olacaq. Və biz görürük ki, burada kalsiumun kütləsini verib 10 qram. O zaman biz baxaq görək emerin içində neçə qram kalsium var. Baxırıq formula. Görürük ki, emerin içində 1 vur 40, yəni 40 qram kalsium var. Kalsiumun aşağısına da gördüyünüz kimi kalsiumun kütləsini yazdım. Emerin tərkibində neçə qram kalsium varsa onu yazdım. Aha, buradan tənasübümüzü həll etsək, 40 plus 2A bərabərdir 10 aşağı 50 vur 40 yuxarı. Burada 0 getdi. 40 plus 2A bərabərdir 200-ə, 2A bərabər 160-a, A da bərabər 80 edəcək. Doğru cavab E variantı olacaq. Növbəti məsələmizə baxırıq. Maqnezium oksid birləşməsidir. Və deyir, bu maqnezium oksid 100 qramdır. 100 qram maqnezium oksidinin tərkibində neçə qram maqnezium var? Onu tapmaq istəyir bizdən. 100 qramın tərkibində qəbul edək ki, x qram maqnezium var. Qram gördükdə dediyimiz kimi nə yazırıq? Həmin birləşmənin nisbi molekul kütləsini yazırıq. Maqnezium 40'dır. Oksigen də 16'dır. Birləşmənin üzr istəyirəm 24'dür. Maqnezium oksigen də 16'dır. Birləşmənin nisbi molekul kütləsi 40 qram edəcək o zaman. Yəni emer 40 qramdır.
Burada isə maqnezium kütləsidir. O zaman aşağı nə yazmalıyıq? Biz 40 qramın tərkibindəki maqnezium kütləsi. 40 qramın da tərkibində gördüyümüz kimi 24 qram maqnezium var. Bu zaman buradan x-i həll etsək, sıfırlar gedəcək, 60 qalacaq. Doğru cavabımız D variantı olacaq. Növbəti məsələdə 2 valentli bir metal oksididir. Metal bilmirik, məhsul bir X metalı olsun, oksiddir. 2 valentli dediyi üçün bu da 2, bu da 2. İndeksə heç bir rəqəm yazılmayacaq. Aha. Və bizə deyir ki, 12 qram metalın oksidi 20 qram olarsa, yəni 20 qram XO oksidində 12 qram X metalı var. Aha. Qram gördükdə, birləşmənin qramı gördükdə aşağı nə yazırdıq? Nisbi molekul kütləsini. O zaman bunu AH qəbul etsək, bu da 16 olsa, nisbi molekul kütlə A plus 16 edəcək. 20-nin aşağısına A plus 16 yazırıq. Bu isə həmin kütlədə X-in kütləsidir. Yəni, Emerin tərkibində neçə qram X var? Mən görürəm ki, A qram X var. Bu şəkildə A ilə yazıram. Buradan tənasübü həll etsək, 20A bərabərdir. 12 vur A plus 16. Mötərizəni vurub atsaq, 20A bərabərdir 12A plus 16 vur 12. Aha, A-ları keçirsək sol tərəfə, 8A bərabərdir 16 vur 12. O zaman A-nı hesablasaq buradan, A bərabərdir 16 vur 12 böl 8. 16 ilə 8 2-yə çıxsa, çalınır. 2-ni də 12-yə vurduğumuz zaman 24 alınır. O zaman doğru cavabımız C variantı olacaq. Növbəti suala baxırıq. Toplumun sualıdır. Belə bir L2O5 maddəsində deyir 14,2 qramında 8 qram oksigen var. RH3 birləşməsinin nisbi molekul kütləsini tap. RH3-ün nisbi molekul kütləsini tapmaq üçün mən əvvəla R elementinin nisbi atom kütləsini bilməliyəm. R hər hansı bir məhsul elementdir. Onun nisbi atom kütləsini isə birinci ifadə əsasını tapacağım. Birinci ifadə deyir ki, L2O5 birləşməsidir. Bu L2O5 birləşməsinin 14,2 qramında 8 qram oksigen var deyir. Aha. Birləşmənin qramını gördük. Deməli, aşağı nə yazmalıyıq? Birləşmənin M-nin nisbi molekul kütləsini. R-i bilmirəm, A ilə işarə edirəm. Oksigen isə 16-dır. Bu zaman biz birləşmənin M-nin ifadəsini yazsaq, 2A plus 80 edəcəkdir. Bu isə oksigenin qramıdır. Mən baxıram ki, Emerin tərkibində neçə qram oksigen var? Görürəm ki, 5 vur 16, 80 qram oksigen var. Deməli, 8 qramın aşağısına isə 80 qram yazıram. Çünki Emerin tərkibində 80 qramını oksigen təşkil edir. Buradan tənasübü həll etsək əgər, A-nı tapmağa çalışsaq, 2A plus 80 bərabərdir. 8 aşağı 14,2 vur 80. 80 ilə 8 getsə, burada qalacaq 10. 14 onda 2 ona vuranda 142. 2A da bərabərdir 142 minus 80 desək 62. A da bərabər edəcək 31. Tez B variantını işarə etmeliyiz. Çünki bizdən nəyi istəyirdi? RH3 birləşməsinin nisbi molekul kütləsini. Biz isə nəyi tapdıq? R elementinin nisbi atom kütləsini. Deməli, R elementinin nisbi atom kütləsi 31-dir. Hidrogenin nisbi atom kütləsi 1-dir. O zaman bu birləşmənin nisbi molekul kütləsini hesablasam 34 edəcəkdir. Doğru cavab Y variantı olacaq. Növbəti məsələyə baxırıq. Kalsium kükürtlə 5-in, burada 5 vur 4 yazılıb, 5-in 4-ə nisbəti olmalıdır. 5-in 4-ə kütlə nisbətində birləşir. 16 qram kükürt neçə qram kalsiumla reaksiya daxil olar? Aha, deməli kalsium və kükürtdür. 5-in 4 kütlə nisbətində birləşir. Yəni 5 kalsium özünə 4 kükürt birləşdirir. Bəs 16 qram kükürt neçə qram kalsiumla reaksiyaya girər? Kükürdün aşağısına yazıram 16 qram. Kalsium isə axtardığım üçün x qram yazıram. Buradan tənasüblə tapsaq edəcək 20 qram. Doğru cavab B variantı. Diqqət edin ki, burada kükürdün aşağısına kükürdü, kalsiumun aşağısına kalsiumu yazırıq. Növbəti məsələdə o tipdədir. Burada da 5-in 4-ə kütlə nisbətidir. Deməli, kalsium kükürtlə 5-in 4 nisbətində birləşir. Yəni 5 kalsium özünə 4 kükürt birləşdirir. Bəs 80 qram kalsium neçə qram kükürtlə reaksiya daxil olar? X qram. Buradan hesabladıqda bu şəkildə olacaq.
Buradan hesablasaq 80-i 5-ə böldükdə 16, 16-nı 4-ə vurduqda 64 edəcək. Doğru cavab C variantı. Növbəti məsələyə baxırıq. X o 2-dir. Elementlərin kütlə nisbəti uyğun olaraq 7-nin 8-ə kimidir. Yəni X ilə oksigen 7-8 nisbətində birləşib. Yəni 7X sözünə 8 oksigen birləşdirir. Birləşməyə əsasən baxıram ki, birləşmədə 2 oksigen var. Yəni 2 vur 16, 32 qram oksigen saxlayır birləşmə. 32 qram oksigen neçə qram X birləşdirir? 1 vur olsun A ilə işarə etsək, 1 vur olsun A desək, A yerinə bu şəkildə olacaq. Buradan A-nı hesablasaq, 8 aşağı 7 vur 32, 32 ilə 8 4, 7 4-ə 28 edəcək. Doğru cavab A variantı olacaq, yəni silisium elementi imiş, A yeri 28 olan. Növbəti məsələyə baxırıq. X elementidir, Y elementidir. Birləşmənin formulunu verib nisbi molekul kütləni hesablamağı istəyir. Fikir versəniz, nisbi atom kütlələri artıq məhsullarından verib. Aha, birləşməmizin formulunu yazırıq. X-in A yeri A ilə işarə olunub. Y isə A-10-dur. Emerin tapılma qaydasına əsasən indeksləri A yerlərinə vurub toplayırıq. Bu zaman bu edəcək 5A minus 20. Doğru cavab D variantı olacaq. Növbəti məsələyə baxırıq. X O3 birləşməsidir və Y CO3 birləşməsidir. Molyar kütlələri hər ikisinin də A ilə işarə edilib. Deməli, hər iki maddə üçün nisbi molekul kütlənin ifadəsini yazacağıq. X-i bilmirəm. X ilə işarə edim. Oksigen isə 16-dır. Y-i bilmirəm. Y ilə karbon ayrı 12, oksigen isə 16-dır. Nisbi molekul kütlənin birinci maddə üçün ifadəsini yazsaq X plus 48 olacaq. Digər maddə üçün isə Y plus 60 olacaq. Və bizə deyir ki, bunlar hər ikisi A-ya bərabərdir. O zaman mən bu tənlikləri bir-birinə bərabər edərəm. X plus 48 bərabərdir Y plus 60 deyərəm. Bu zaman X-i burada müəyyən etsək, X bərabərdir Y plus 60 minus 48 olacaq. Yəni X bərabərdir Y plus 12. Doğru cavab A variantı olacaq. Növbəti sualımızda natrium 2X və natrium 2Y2 birləşmələri verilib. Nisbi molekul kütlələri bərabərdir deyir. X və Y nisbi atom kütləsi arasındakı münasibəti müəyyən edin. Əvvəlki məsələ kimidir? Hər iki birləşmə üçün o zaman mən nisbi molekul kütlənin ifadəsini yazacağım. Natriumun A yeri 23-dür. X-in A yeri isə məhsuldur. X ilə işarə edək. Natriumun A yeri 23, Y isə məhsul Y ilə işarə edək. Bu zaman nisbi molekul kütlənin ifadəsini yazsaq, birinci maddə üçün 46 plus X, ikinci maddə üçün isə 46 plus 2Y olacaq və bizə deyir ki, bunların nisbi molekul kütlələri bir-birinə bərabərdir. O zaman buradan hesablama aparsaq 46-lar ixtisar gedəcək. X bərabərdir 2Y olacaq. Deməli, doğru cavab A variantıymış. Növbəti məsələyə baxırıq. Toplunun sualıdır. X2Y4 birləşməsi verib. Və bu X2Y4 birləşməsinin kütləsi 8 qram olduqda tərkibində 6 qram X var deyir. Deməli, Y neçə qramdır? 2 qramdır. Onda belə baxsaq, məsələyə 2X 6 qram təşkil edirsə, bir dənə X neçə qrammış deyə bilərik? 3 qram. 4Y 2 qram təşkil edirsə, bir dənə Y neçə qrammış deyə bilərik? Əgər 4 dənəsi 2 qramdırsa, bir dənəsi 0,5 qram qəbul edə bilərik. Aha. Və bizə deyir ki, X3Y8 52 qram X3Y8 almaq üçün neçə qram Y lazımdır? Aha, X3Y8. Biz bildik ki, bir dənə X3-dür, bir dənə Y də 0,5-dir. Onda baxaq görək, bu birləşmə ümumi kütləsi nə qədərdir? 3-ə vurduğum zaman bu edəcək 9, 8-i 0,5-ə vurduğum zaman 4 edəcək. Deməli, ümumi bu birləşmənin kütləsi 13 qramdır. Bizə deyir, bu birləşmədə neçə qram Y var? 52 qramında. 13 qram X3Y8-də görək neçə qram Y var? 8 vur 0,5, 4 qram Y var. Bəs 52 qram X3Y8-də tapaq görək neçə qram Y var? X qram. Buradan hesablasaq, X bərabər edəcək 52
13-dən 4 dəfə böyükdür. X də 4-dən 4 dəfə böyük olduğu zaman 16 edəcək. Doğru cavabımız 16-dır. Növbəti bir məsələ artıq mol maddə miqdarı ilə bağlıdır məsələlərimiz. 0,5 mol XO birləşməsinin kütləsi deyir 28 qramdır. X elementinin nisbi atom kütləsini hesablayın. Əvvəlki məsələlərdə ancaq qramlar gördük. Artıq mol, litr, molekul sayı görə bilərik. Deməli bizə deyir ki 0,5 mol XO birləşməsinin kütləsi 28 qramdır. Mol görəndə biz nə yazırdıq aşağısına? 1 mol, qram görəndə isə mR. XO birləşməsidir. X-in məhsulla A ilə işarə etsəm, oksigen də 16-dır. Birləşmənin nisbi molekul kütləsi A plus 16 olacaqdır. Deməli 1 mol, mR həmişə 1 mol uyğundur. 1 mol 28-in aşağısına yazırıq, A plus 16 qramdır. Buradan həll etsək, biz görürük ki 1 0,5-dən 2 dəfə böyükdür. Deməli, A plus 16 cəmi də 28-dən 2 dəfə böyükdür. Yəni, A plus 16 cəmi bərabərdir 56-ya. Buradan da A-nı hesablasaq, A bərabərdir 40-a. Doğru cavabımız B variantıdır. Növbəti sualımıza baxırıq. X2 O3 birləşməsidir və cədvəldə qeyd edir ki, bu birləşmənin 0,2 molu 15,2 qramdır. 1 mola gətiririk. Mol görəndə 1 mol yazırıq. Qram gördükdə isə mR yazırıq. X-in ayırını axtarıq. Məhsulla A ilə işarə edirəm. Bu isə 16-dır. Və buradan nisbi molekul kütlənin ifadəsi 2A plus 48 edəcək. Gətirib burada qramın aşağısına 2A plus 48 yazıram. Buradan hesablama aparsaq, görərik ki 1 0,2-dən 5 dəfə böyükdür. O zaman 2A plus 48 cəmi də 15,2-dən 5 dəfə böyük olacaq. Yəni 15,2-ni 5-ə vurarıq. Bu edəcək 76. Deməli, bu cəbri cəm 76-dır. 2A bərabərdir. 76-dan 48-ini çıxarıq. 28 edəcək. A isə bərabər olacaq 14-ə. Doğru cavab A variantıymış. Növbəti məsələyə baxırıq. 0,1 mol X brom 3-ün kütləsi 2,67 qramdır deyir. X brom 3-dür birləşməm. Və bu birləşmənin 0,1 molunun kütləsi 2,67 qramdır. Mən bunu 1 mola gətirirəm. Mol görəndə 1 mol yazıram. Qram gördükdə isə nə yazmalıydım? mR. Çünki 1 mol mR-ə uyğundur. X A ilə işarə edirəm. Brom isə 80-dir. O zaman nisbi molekul kütlənin ifadəsi olacaq A plus 240. Buradan hesabladığımız zaman görürəm ki 1 0,1-dən neçə dəfə böyükdür? 100 dəfə. A plus 240 cəmidə o zaman 2,167-dən 100 dəfə böyük olursa, yəni A plus 240 cəmi 267-yə bərabərdir. Və buradan biz tənasibi həll etsək, A bərabərdir, tənliyi həll etsək, A bərabərdir 27 alacaq. Doğru cavab B variantı olacaq. Növbəti sualda baxırıq. 1 mol silisium O2 ilə 2 mol XO birləşməsinin kütləsi bərabərdir deyir. 1 mol silisium 4 oksiddir, 2 mol da X2 oksiddir. Bu birləşmələrin kütlələri bərabərdir. Əvvəla, burada məhsul var. Mən bundan istifadə edirəm birinci. 1 mol silisium O2-nin kütləsi təbii ki, mR-ə bərabərdir. Yəni, mR-ni tapıram. Bu 28-dir, oksigen də 16-dır. Edəcək 28 plus 32, 60. Yəni, 1 mol silisium O2-nin kütləsi 60-dır. 2 mol XO birləşməsinin kütləsi ilə bərabərdir. Yəni, 2 mol XO-nun kütləsi neçə qramdır? 60 qramdır. 1 mol bəs neçə qramdır? 1 mol isə mR X plus 16 qramdır. Yəni, buradan X-i hesablayıb tapsaq, X plus 16 belə hesablasaq, 2 aşağı 60 bura, X plus 16 bərabər 30-a, X də bərabərdir 14-ə. Doğru cavab B variantı olacaq. Növbəti məsələyə baxırıq. H3PO4-də olan oksigenin kütləsini hesablayın deyir. H3PO4. Və deyir ki, 0,2 moldur. Bunun 0,2 molunda oksigen neçə qramdır? Bizə deyir, onu tap. Mol görəndə nə yazırdıq? 1 mol. Qram isə oksigenin qramıdır. Sadəcə oksigenin qramını yazıram. Neçə qram birləşməmdə? 1 molunda neçə qram oksigen var? 4 vur 16, yəni 64 qram. Buradan X-i hesablayacaq. 0,2 1-dən neçə dəfə balacadır? 5 dəfə. X də o zaman 64-dən 5 dəfə balaca olacaq.
O da edəcək 12,8. Doğru cavabımız A variantı. Növbəti məsələyə baxırıq. 2 valentli metal oksidinin 4 qramında 2 valentli biraz məsələni böyüdək. 2 valentli metal oksidinin 4 qramında bu qədər metal atomu var deyir. Bu metalın nisbi atom kütləsini hesablayın. Hər hansı bir metaldır. Məhsul X metalı və onun oksididir. 2 valentlidir. Oksigen də 2-dir deyə indekslər heç nə yazmayacaq. Formula olacaq XO. Və deyir ki, bu oksidin 4 qramında bu qədər sayda metal atomu var. Baxın, qeyd edirəm ki, metal atomu çaşmayın. Qram gördükdə nə yazırdıq? Mr. Bu biləşmənin mr-ni tapsaq, buna A desək, bu da 16 olsa, A plus 16 olacaq. Qramın aşağısına mr-i yazdım. Burada isə metal atomunun sayıdır. Mən baxıram ki, mənim birləşməmdə neçə metal atomu var? 1. Deməli, 1 vur n sayda metal atomu var. Yəni, 6-dan %2 vur 10 üstü 23 metal atomu var. Buradan mən hesablasam, aşağı yuxarıdan 10 dəfə böyükdür də 10 üstü 23, 10 üstü 22-dən 10 dəfə böyükdür. O zaman A plus 16 cəmi də 4-dən 10 dəfə böyükdür. Yəni 40-a bərabərdir. A bərabərdir 40 minus 16, yəni 24. Doğru cavab B variantıdır. İndi digər məsələyə baxırıq. O da eyni tipdir. Sadəcə artıq metal atomu yox, oksigen atomudur deyir. Və o zaman burada oksigen atomu işarə edirəm. 4 qramda bu qədər oksigen atomu var. A plus 16-da isə nə qədər oksigen atomu var? 1. 1-i də n-aya vuranda 6-dan %2 vur. 10 üstü 23 edir və buradan da A plus 16 bərabər 40 yazırıq. A bərabər 24 edir. Yəni, burada da doğru cavab D variantıdır. Növbəti məsələyə baxırıq. Növbəti məsələdə ferrum 2O3-dür və kupromol birləşmələridir. Və bizə deyir ki, dəmir oksidinin 2 molu A qramdır, mis oksidinin isə M molu A qramdır. Baxıram ki, mis oksiddə 2 məhsul var. Ona görə mən dəmir oksiddən istifadə edib birinci tənasübdən A-nı hesablayacağım. Deməli, 2 molu neçə qramdır deyir? A qram. Mol görəndə nə yazırdı? 1 mol. 1 mola gətirir. 1 mol həmişə neçə qramdır? Mr. Bu birləşmənin nisbi molekul kütləsini hesablasaq, bu edəcək 160 qram. 1 mol 160 qramdır. O zaman 2 mol neçə qram edəcək? 320 qram. Mən də tapdım ki, artıq A 320-dir. Aşağıda da mis oksidin M molu A qramdır. Yəni M molu 320 qramdır. O zaman yenidən tənasüb qururam. M mol mis oksid 320 qramdır. Yəni A qramdır. 1 mol isə neçə qramdır? Mr. Mr-i də hesablasaq, bu 80 qram edir. Buradan N-i hesablamağa çalışsaq, 320 80-dən 4 dəfə böyükdür. N də 1-dən 4 dəfə böyük olanda 4 edəcək. Doğru cavabımız C variantı. Növbəti sonuncu sualımız model sualıdır. Bu 4-cü qrup model sualdır. 2000 səhv etmirəmsə 2021-ci il olmalıdır. Bu sualda XO və XO2 oksidləri verilib və deyir ki, hər ikisi amoldur. Amol X2 oksid 7,5 qramdır. Amol X4 oksid isə 11,5 qramdır deyir. Amolu 7,5 qramdır. XO2-də isə amolu 11,5 qramdır. Mol görəndə nəyə gətirirdi? 1 mola. 1 mol həmişə neçə qram olur? Mr. Buna X desək, bu da 16-dır. X plus 16 qram edəcək Mr. Bu maddə üçün də 1 molu yazsaq, X desək, X plus 32 edəcək Mr. Buradan A-lar görürəm ki, hər ikisində var. O zaman A-nı hesablayıram. A bərabərdir birinci üçün 7,5 böl X plus 16. Digərində isə A bərabərdir 11,5 bölünsün X plus 32. Və biz görürük ki, bunlar hər ikisi də A-ya bərabərdir. O zaman bunları mən bir-birinə bərabər edə bilərəm. Bir-birinə bərabər edirəm. Silirəm. Bu ifadələri bir-birinə bərabər etdim. Belə bir tənlik aldım. Buradan həll etsəm 7,5-i X plus 32-yə vursam 7,5X. 7,5-i 32-yə vursam
edəcək 240. Aha, bərabərdir. 11 onda 5 x-ə vursam 11 onda 5x. 11 onda 5-i 16-ya vursam o da edər 184. Aha. Buradan həll etməyə çalışsam, x-ləri bir tərəfə yerləşdirsəm, edər bu 4x. 240-dan isə 184-ü çıxsam, edər 56. 56-nı da 4-ə bölüb x-i tapsam, x edəcək 14. Doğru cavab C variantı olacaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.